Salam, bugün Dövlət İmtahan Mərkəzinin informatika test toplusundan informasiyanın ölçü vahidləri, informasiyanın miqdarının ölçülməsi testlərin izahını verəcəm. İlk olaraq keçək birinci suala. Bizə birinci sualda deyir ki, informasiya tutumu 1,94 megabayt olan bir boş diskimiz var bizim. Deyir bu diskə ilk olaraq 0,5 deməli megabayt mətin faylı, 512 kilobaytlıq şəkil faylı, 512 kilobaytda bayta çevrəndirir 0,5 megabaytlıq şəkil və 0,44 megabaytlıq nə yükləndi bura? Səs faylı yükləndi. Və bizim boş diskimizə ümumi bunları toplayanda eləyir 1,44 megabaytlıq məlumat yükləndi. Bizdən boş yeri soruşur. Və biz çıxanda burada qalır 0,5 megabayt. Bizdə cavabı kilobaytla soruşduğuna görə biz megabaytı kilobayta çevirəndə eləyir 512 kilobayt. Və bizim cavabımız D variantıdır. Bizim də cavabımız D variantıdır. Qeyd edək. Sonra deyir 16 megabaytlıq diskə 3 megabaytlıq səs faylı, yəni neçə səs faylı yazmaq olar? Biz burada 16-nı 3-ə böləndə eləyəcək 5. Yəni bizə burada tam hissə lazımdır. Cavabımız E variantıdır. Üçüncü sualda informasiyanın sadalanan ölçü vahidlərindən ən böyük hansıdır? Burada ən böyük terabaytdır. İnformasiyanın sadalanan ölçü vahidlərindən ən kiçiyi baytdır. Ümumən informasiyanın ölçü vahidləri kiçikdən böyüyə doğru bit, bayt, kilobayt, megabayt, gigabayt və terabaytdır. Sonra bu deyir 2048 kilobayt və 3 megabayt ifadənin nəticəsini müəyyən edin. Biz ilk olaraq 2048-i biz çevirəcək megabayt eləyəcək 2 megabayt, üstə gəl 3 megabayt. Bizim cavabımız eləyəcək 5 megabayt. Yəni A variantı. 6-cı sual. Klaviatura sözündə klaviatura sözü 32 simvolluq əlifba standartı ilə kodlaşarsa informasiya həcmi nə qədər olacaq? İlk olaraq biz klaviaturanı sayaq. Burada dırnaqlar nəzərə alınmır və sayanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 deməli klaviatura sözündə 10 simvol var. 32 simvolluq əlifba deyəndə biz ilk növbədə Hartley düsturundan istifadə etsək daha yaxşı olar. Hartley düsturunda deməli biz bilirik ki 32 205-dir və əlifbada da bizə qüvvətli olan nəticə lazımdır. Bunu da 5-ə vuranda eləyəcək 50 bit. Bu deyil A variantı. Sonra 7-ci sualda 16384 bit neçə kilobayt? Biz ilk olaraq 16384-ü bayta çevirək, yəni 8-ə böləcək. Bu eləyəcək 2048 bayt. Bizə cavabı kilobaytla soruşduğuna görə bu baytı da kilobayta çevirəndə bilirik ki, deməli 1 kilobaytımız 1024 baytdır və bizim cavabımız eləyəcək 2 kilobayt. B variantı. 8-də 1 terabayt deməli neçə bayta bərabərdir? Heç bir şey. Biz bilirik ki, 1 terabaytımız 200-dir, deməli 40 baytdır. 240 baytdır. Və biz bunu 8-də 1-i 2-nin qüvvəti şəklində, yəni 203 şəklində yazsaq, burada 240 olduğuna görə üstlər ixtisar edir. Bu deyir 237. Cavabımız B variantıdır. İfadənin nəticəsini kilobayt ilə müəyyən edin. Deməli, 512 bayt bilirik ki, 0,5 kilobaytdır. 1024 bayt bilirik ki, 1 kilobaytdır. Və biz bunları da toplasaq bir yerdə, deməli, bu eləyəcək 512, yəni 0,5 kilobayt, bu da eləyəcək 2 kilobayt. Və toplasaq, deməli, 1,5, 2, bu eləyəcək 4 kilobayt və bizim cavabımız olacaq C variantı. 10-cu sualda. Deyir ki, gücü 16 olan əlifba ilə yazılmış mətn 20 simvoldan ibarətdir. Bu mətnin həcmini bayt ilə müəyyən edin. Biz
Deməli, ilk olaraq bir əlifbanın gücünü, deməli, düsturun n bərabərdir 2 üstü i Hartli düsturu. Düstura uyğun biz tapırıq ki, n-in yerinə 16, deməli, bərabərdir 2 üstü 4-ə və biz burada qüvvətdə nə alırıqsa onu götürürük. Bu 4-ü də vururuq simvolun sayına, eləyir 80 bit. Bizdən cavabı baytla istədiyinə görə bu 80-i də bölürük 8-ə, eləyir 10 bayt. Niyə 8-ə böldük? Çünki bizim 1 baytımız 8 bitdir və bizim cavabımız E variantıdır. 11-ci sual. Deyir, 32 simvoldan ibarət olan mətn 32 simvol əlifba ilə yazılmışdır. Bu mətnin həcmini bayt ilə müəyyən edilir. Bu da eynən 10-cu sual kimidir. 32 simvolu yazırıq və 32 simvol əlifba ilə soruşduğuna görə yenə eynən bu düsturla yazsaq, bu da eləyəcək 2 üstü 5, bunu vuracaq 5-ə, bu da eləyəcək 160 bit. A variantı. 12-ci sualda bu çox sadədir. Yəni bunu allanmaq olmaz. 2 üstü 2 eləyir 4. 4-də 4-ə vuranda eləyir. Bu da 4 eləyir. Və biz bunları toplayanda eləyir 8 megabayt. 8 megabayt neçə baytdır? Heç nə. 8-i vuracaq. Bizim 1 megabaytımız 2 üstü 20 bayt olduğuna görə 8-i də biz 2 üstü 3 vur. 2 üstü 20 kimi yazsaq, bu deyəcək 2 üstü 23. Bizim variantımız deyil. 13-cü sual. İnformasiyanın ölçü vahidələrinin artan sırayla düzün. Əla. Artan sırayla düzəndə biz kiçikdən böyüyə doğru gedəcək. Birinci 2. Deməli, birinci 2 olaraq baytdır. Üzr istəyirəm. Birinci bitdi. 2 baytdır. Deməli, kilobaytdır. Megabaytdır. Gigabaytdır. Və terabaytdır. Bizim cavabımız 2, 5, 2, 5, 1, 4, 3, 6. C variantı. Deməli, informasiya azalandan artana doğru gedəndə, yəni kiçikdən böyüyə doğru gedəndə bit, bayt, kilobayt, deməli, kilobayt, megabayt, gigabayt, terabayt. 14-cü sual. İnformasiyanın ən kiçik ölçü vahidi bildiyimiz kimi bitdi. 15-ci sualda deyir, 1 gigabaytın 4də 1 hissəsi neçə baytdır? Heç bir şey. Bilirik ki, 1 gigabaytımız bizim 1 gigabaytımız 2 üstü 30 bayt olduğu üçün biz də 4də 1-i 2 üstü 2 kimi yaza bilərik və bunu vurarıq 2 üstü 30-a, ixtisar gedəndə olacaq 2 üstü 28. Yəni C variantı. 16-cı sualda. Deyir, qovluğun ümumi həcmi 10 megabaytdır. Bundan işimiz yoxdur. Bu qovluqdan, deməli, 1024 kilobaytlıq mətn faili. Bizdə cavabı megabaytla soruşduğuna görə biz elə burada bunu megabayta çevirək. 1024 kilobayt 1 megabayt. Daha sonra 2048 kilobayt bilirik ki 2 megabaytdır və 512 kilobaytlıq səs. Bu deyir 0.5 megabayt fail silindi. Yəni bu qədər, bu həcmdə fail silindi. Biz bunları toplayarkən bu eləyir 3.5 megabayt. Deyir, silindən sonra yerdən qovluğun nə qədər həcm qalacaq? Heç nə. Ondan da çıxarıq 3.5 megabayt, yəni 10 megabaytdır. Bu da eləyəcək 6.5 megabayt. Bizim variantımız C-dir. 17-ci sualda deyir, ASCII-da kodlaşdırılmış ardıcıllıqla neçə simvol mövcuddur? ASCII-da bilirik ki, bir simvolumuz, deməli, 8 bitdir. Və biz burada, biz bunu sayarkən, bunların ümumi sayı, burada 40, deməli, bit informasiya var və 40-ı da biz 8-ə böləndə eləyəcək 5. Yəni cavabımız B variantı. 18-ci sualda deyir, 20 GB informasiyanı bitlə yazın. Heç bir şey, 20 GB informasiyanı bitlə yazanda biz bilirik ki, 1 GB-ımız 233 bitdir. Və biz bunu sadələşdirəndə 20-ni 202 vur 5 kimi yazsaq, bu da 233.
bərabərdir. 5 vurulsun 2 üstü 35. Bu da bizim cavabımız C variantıdır. 19-cu sualda informasiya həcmi 20 kilobayt olan mətn ASCII kodlaşdırmasında yığılarsa mətndə neçə simvol var? Biz bilirik ki, ASCII-də deməli bir simvolumuz 1 baytdır və bir simvolumuz 1 baytdır. 21 kilobayt, biz də bilirik ki, 1 kilobaytımız 1024 bayt olduğuna görə biz burada 21-i vuracağıq 1024-ə. 19-cu sualda bu da eləyəcək 21504. Yəni B variantı. 20-ci sualda. 20-ci sualda deyir ki, elektron sayğac ASCII kodlaşdırmasında olan informasiyanı, yəni ASCII-də bilirik ki, bir simvolumuz 8 bitdir. Elektron sayğac ASCII kodlaşdırmasında olan informasiyanı 16 simvolu standart olan əlifbaya çevirmişdir. Biz burada bilirik ki, ASCII 8-dir. 16 simvolluq əlifba dedikdə, yenə dediyimiz kimi Hartley düsturu n bərabərdir 2 üstü n kimi yazanda bizə burada eləyir 2 üstü 4 və 4. Deyir, standart olan əlifbaya çevrilmişdir. Yəni 8x minus 4x, yəni azalıb da, bu eləyir 4x azalmada. Daha sonra məlumatın 50%-ni sildikdən sonra 20 bayt həcm qalarsa, məlumatın çevrilmədən əvvəlki ilkin həcmini müəyyən edin. Əgər burada 50% deyirsə, 50% dediyinə görə biz burada bölünmə aparacaq. Bu eləyəcək 2x qalacaq və 2x bərabərdir 20, x də bərabərdir 10. X də bərabərdir 10-a və onu da biz nəyə vuracaq əvvəlki həcmə? 8-də bu eləyəcək 80 bayt. 21-ci sual. 21-ci sualda deyir ki, 25 plus 25 plus 20 72 bərabərliyin doğru olduğunu say sistemində verilmiş. Doğru olan hansı say sistemində verilmişdir. Və bu verilən 25, 25, 20 ədədinin ikilik kodu neçə bitə bərabərdir? Heç bir şey. Bunun doğru olduğu deməli say sistemi 8-li say sistemidir. Bunun doğru olduğu say sistemi və 8-li say sistemi olduğuna görə 8-li say sistemində də bilirik ki, biz bunu, deməli, bunların hərəsi 3 bit informasiya daşıyacaq. 1, 2, 3, 4, 5, 6. Burada sayırıq, bunların sayı 6-dır və hərəsi 3 bit informasiya daşıdığına görə bu eləyir 18 bit. Sual verirlər ki, niyə biz bunu 3 bitə? Çünki 8, 2 üstü 3 olduğuna görə, bu da 8-li say sistemi olduğuna görə biz bunların hər birini 3-ə vuracağıq. 22-ci sualda. Həcm 80 megabayt olan, deməli, həcm 80 megabayt olan fayl elektron postlara göndərilən zaman 20% arxivləşdirildi. Bundan sonra faylın həcmi neçə bayt olacaq? Bizdən burada bayt ilə soruşur. İlk olaraq gəl biz 80 megabayt arxivləşdirək. Arxivləşdirəndə biz görürük ki, burada qalır. İxtisar gedəndə 16, 80-dən də 16 deməli megabayt arxivləşib, yəni gedib. 80-dən də 16 çıxanda bizim əlimizdə qaldı 64 megabayt. Düzdürmü? Və bunu bizdən bayt ilə soruşduğuna görə biz bilirik ki, 1 megabaytımız 220 bayt olduğuna görə 64 də biz 64-ü biz 2 üstə 6 kimi yaza bilərik. Düzdürmü? 2 üstə 6 var, 2 üstə 20. Bu deyilir 2 üstə. 23-cü sualda deyir, dərs adlı qovluqdakı faylların həcmi 400 megabayt, 2 gigabayt, 112 megabayt, 2048 megabayt və 1.5 gigabayta bərabərdir. Qovluğun ümumi həcmi nə qədər? Heç bir şey. Biz burada olanları gigabayta çevirəcəyik. Deməli, 400 megabayt ilə 112 megabayt toplayanda eləyəcək. Deməli, 0.5 gigabayt. Üstünə gəl bu 2 gigabaytı. Üzərinə gəl 2048 megabayt bilirik ki 2 gigabaytdır. Üstə gəl 1.5. Bunları da biz ümumi toplayanda eləyəcək 6 gigabayt. E variantı. Keçək 24-cü sual. Deyir, Arif mətn faylını ASCII-də Muradsə eyni faylı Unicode-da kodlaşdırmışdı. ASCII kodlaşdırmasında 6 kilobayt daha az yer tutur. Yəni mətn
ASCII kodlaşdırmasında mətn 6 kilobayt daha az yer tutur. Bu mətn simvolların sayı müəyyən. Biz bilirik ki, Arif ASCII-də yazdığına görə Murad da Unicode-da yazır. Burada simvolların sayı deyil, həcm çoxalır. Yəni burada da bizdə simvollar soruşduğuna görə 6-nı vuracaq. Deməli biz burada 1024-də 6 kilobaytdır. Biz bunu bayta çevirəcəyik. Baytda bir simvolumuz 1 bayt olduğuna görə nə tapacaqsa o qədər də simvol. Bu da eləyəcək 6144. Yenə də deyirəm. Burada ASCII-də bilirik ki, 1 baytımız, bir simvolumuz 1 baytdır. Unicode-da isə bir simvolumuz 2 baytdır. Burada bizdən həcmi soruşsaydı başqa şeydir. Amma burada simvolların sayını soruşduğuna görə biz elə Arifin yazdığı ASCII-də biz bunu vuracaq və cavabımızı alacağıq. Keçək 25-ci suala. Deməli 25-ci sualda görək bizə nə deyir. Deyir ki, 8-də 1 vur 240 bit informasiya 75% sıxıldıqdan sonra onun həcmini megabayt ilə tapın. Biz burada ilk olaraq 8-də 1 biz belə yaza bilərik. 240 ixtisar gedəndə qalır 237 bitə. 237 bitə bərabərdir və biz bunu bitdən bayta çevirəndə 8-ə bölünür 203-ə böləndə eləyir 234 bayt olur. 234 bayt qalır və burada 75% sıxılma gedir və bizə burada nə lazımdır? 25% sıxılma. Bizdə 234, 25% sıxılma da %25. Biz də bunu ixtisar aparanda nə qədər eləyir? 4-də 1 və bunu 2 vur 1 kimi qeyd edə bilərik. Biz bunu 2 kimi qeyd edə bilərik. Və burada ixtisar aparanda qalır 232 bayt. Və bizə burada cavabı megabayt ilə soruşduğuna görə biz bunu böləcəyik. Bilirik ki, 1 megabaytımız 220 baytdır və ixtisar gedəndə qalır burada 212, 212-də 4096 megabaytdır. Yenə də bunu təkrar izahını verirəm. Deməli, 1 vur 203 kimi, yəni 8-də 1 yaza bilərik. 240 bit, ixtisar gedir qalır 237 bit. Biz burada bitdən bayta çevirəndə nə bölürdük 8-ə? Yəni 8-də 203 kimi, 37 ilə 203 ixtisar gedəndə qalır 234 bayt. Və deyir ki, 75% sıxışdırıb. Yəni 75% gedib. Bizə bu yerdə qalan 25% lazımdır. Biz 25-i də %25 kimi yaza bilərik. Bu da ixtisar gedəndə 4-də 1 buradan gəlir. 4-də 1 də biz 202 vur 1 kimi yaza bilərikmi? Bəli. Biz də 234-ü ixtisar aparırıq. Yerdən 26-cı sualda hesablayın. Burada biz ilk növbədə bu ikisini cəm hesablayacağıq. Bunları hesablayanda bunların cəmidir 2560 kilobayt. Bunda megabayt çevirəndə edəcək 2.5 megabayt. 0.5 megabayt buradadır. Bu eləcək 3 megabayt. Və 2 gigabayt da biz megabayta çevirəndə edəcək 2048 megabayt. Və 2048 megabayt ilə 3 megabaytı toplayanda edəcək 2051 megabayt. Və bizim cavabımız burada C variantdır. B ilə C-ni qatışdırmaq. Sonra o 27-ci sualdadır. 32 kilobaytlıq tam dolu flash yaddaşdan 4 gigabaytlıq 4 ədəd səs faylı. Yəni eləyir 16 qısa yazaq. 5120 megabayt 4 ədəd səs faylı. 5120 megabayt bilirik ki 5 gigabaytdır. 5 də 4-ə vuranda eləyir 20. Və 4096 kilobaytlıq 12 ədəd mətn faylı silindi. Yəni 4096-nı megabayta çevirəndə eləyir 4 megabayt, 4-ü 12-yə vuranda eləyir 48 megabayt. Yəni 38 gigabaytlıqdan silindi, 36 gigabayt, 48 megabaytlıq fayl silindi. Biz də burada silinmə apararkən 38-dən 36-nı çıxanda eləyir deməli 2 gigabaytımız. 2 gigabayt da 2048 megabaytdan çıxırıq bu yerdə qalan 48-i eləyir 2000 nə megabayt. Silinəndən sonra cəmi yerdə qaldı 2000 megabayt və üzərinə 2096 gələndə eləyir 4096 megabayt flash kartda həcm qaldı. Yəni fayl qaldı. Və bizdə cavabı bitlə soruşduğuna görə
4096 megabayt 4 gigabayt olduğuna görə 4 gigabayt olduğuna görə və biz burada nə edirik? 4 vurulsun 2 üstü 33'ə. Yəni 1 gigabaytımız 233 bitdi. Və bunun cavabı 4 2 üstü 2 kimi yaza bilərik və bunun cavabı elir 2 üstü 35. Və biz burada variantlara baxarkən bizim variantımıza uyğun qalan A variantıdır. Yəni 32 vur 2 üstü 30. Yəni 2 üstü 5, 2 üstü 30 bu deyir 2 üstü 35. Yəni digər variantlara baxanda bizim varianta uyğun bir variant yoxdur. Keçək 28-ci suala. 28-ci sualda keçin. Biz bunları kilobaytla ifadə edilsə 512 bayt 0.5 kilobaytdır. Üstə gəl 1.5 kilobayt. Üzərinə gəl 2 kilobayt. Yəni 2048 bayt 2 kilobaytdır. Və biz bunları toplayarkən eləyir 4. Bizim açıq suallarımızdan biri cavab 4 eləyir. 29-cu sualda deyir ki, kitabın informasiya həcmi 32 kilobaytdır. Bununla işimiz yoxdur. 256 simvol əlifba ilə kodlaşdırılmış bu kitabın hər bir səhifəsində 32 sətr. Yəni 256 simvol əlifba biz necə yazmışdıq? Harf illüstrasiyalardır. M bərabərdir 2 üstü i, 256 bərabərdir 2 üstü 8 və əlifbada qüvvətə nə çıxırsa onu götürürük. Yəni 8 bit vurulsun. Kitabın deyir hər bir səhifəsində 32 sətr. 32-ni 2 üstü 5 kimi yaza bilərik və hər sətirdə 256 simvol, yəni 2 üstü 8 simvol mövcuddur. Kitabın neçə səhifədən ibarət olduğunu müəyyən. Biz bilmirik səhifəmiz nədir. Amma bilirik ki, həcm 32-dir və biz bunu qısa yazaq. 32-ni də burada misalımızın sol tərəfi bitlə olduğuna görə biz sağ tərəfi də bitə çevirməliyik və bilirik ki, 1 kilobaytımız 2 üstü 13 nədir? Bitdir. Biz bunları bir-birinə vurarkən, deməli, 8-i x bərabərdir. Bunu buradan yer eləyib buradan yazacağım. X bərabərdir. Bu 29-cu sualın həllidir. Burada yer olmadığına buradan yazıram. Deməli, x bərabərdir. 32-ni 2 üstü 5 kimi yaza bilərik. Bəli. 2 üstü 5, 2 üstü 13. Bölünsün 2 üstü 10, deməli, 2 üstü 18-i bölək. 8 2 üstü 3 kimi yaza bilərik. Bəli. 2 üstü 3, 2 üstü 5, 2 üstü 8, bu da 2 üstü 8, 2 üstü 16. Bunlar ixtisar yerinə qalır 2 üstü 2 və deyilir 4. Deməli, bizim kitabımız 4 səhifədən ibarətdir. Bu, bunun həllidir. 30-cu suala baxaq. Hesablayaq. 2 kilobayt 28 bayt. Üzərinə gəl 134 bayt. Üzərinə gəl 800 bit. Bizə cavabı nə ilə soruşur? Baytla soruşur. 2048. Üzərinə gəl kilobaytı bayta çevirəm. Üzərinə gəl 28. Üzərinə gəl 134. 800 bit. Bitdən bayta çevirəndə 808-ə böləcək 100. Bunların da onunla həzm edəcək. 2310. 31-ci sualda. Deyir ki, informasiya həcmi 19,5 kilobayt olan mətn ASCII kodlaşdırılmasına yığılsa mətn neçə simvoldan ibarət olur? Heç bir şey. Biz bilirik ki, 1 kilobaytımız bizim 1024 baytdırsa, 1 baytımız da 1 simvol olduğuna görə 1024 baytda 1024 simvol deməkdir. Biz burada ilk olaraq 19,5'i neyəcək? 19,5'i vuracaq 1024'ə və burada alınacaq 19.968 bayt. Yəni 19.968 simvol var. Keçək 32-ci suala. 32-ci sualda bizə deyir ki, informasiya həcmi 0,75 olan kilobayt olan, bu da eynən 31-ci sualdakı kimidir. Eynən oxşar sual, yəni eyni sualdır. Sadəcə rəqəmlər fərqlidir. Yenə də biz 0,75 kilobaytı çevirəcək bayta və bayta çevirəndə verəcək 768 bayt. Bilirik ki, 1 baytımızda 1 simvol olduğuna görə elə burada 768 simvol var. 33-cü sualda 33-də deyir ki, məktəbdə 1000 şagird var, onların kodu məktəb informasiya sistemində minimal bit sayıyla qeyd olunub. Bəli. Minimal bit sayıyla qeyd olunub. Konferansda iştirak edən 240 şagirdin kodunun informasiya həcmi neçə baytdır? Biz burada neyəcəyik?
İlk olaraq 1000 şagirddir. Onların kodu biz 1000-i yaxınlaşdıracaq 1024-də nəyinsə qüvvət şəklində yazmalıyıq. Bu eləyir 210, bu da eləyir 10 bit. Biz burada 240-ı vuracaq aldığımız həcmə. Bizdən cavabı byte ilə soruşduğuna görə, çünki bu bitdir. 240-ı bitə vurub və byte-a çevirib bunu böləcək 8-ə və bizim cavabımız eləyəcək 300. 34-cü sual. Deyir 78 səhifəli mətnin yazılması üçün 60 və deyir 78 səhifəli bir mətnin var. Onun yazılması üçün 64 simvol əlifbadan. Yəni yenə də n bərabərdir 2 üstü i harf düsturuna görə buradan əlifbanın gücü 6 bitdir. İstifadə edilmişdir. Hər səhifə 30 sətirdir və ümumi həcm 8775 baytdır. Deyir, hər sətirdə orta hesabı neçə simvol var? Bilmirik simvol nə qədər. Demək, həcm birliyi 8775 baytdır. Yenə də misalımızın, bərabərimizin sol tərəfi bitən olduğuna görə sağ tərəfi də biz neyəcəyik? Bitə çevirəcəyik. Yəni buna vuracaq 8 bitə. 8 bitə vuracaq və yenə x bərabərdir. Vurma nəticəsində biz burada alacaq ki 70200 deməli 70200 bölünsün 14040-a. Və biz burada alacaq cavabı 5. Bəli, bizim 35-ci sualda deyir ki 12 səhifəli sənədin son 2 səhifəsində, yəni son 2 səhifəsində nə deyir onu qeyd eləyək. Son 2 səhifəsində səhifəsinin hər birində bir ədəd şəkil, qalan səhifələrdə isə mətn var. Aha. 32 rəngli palitrada olan bu şəkillərin hər biri 256,512 pikseldən ibarət. Gəl yazaq. 32 rəng palitrası deyirsə biz burada 32-ni 205 və qüvvətli olan ədədi yazacağıq. Vurulsun 5. 256,512-ni də biz birbaşa da uzatmayaq. 208 vur 209 kimi yazacağıq. Deyir ki, bu şəkildə yazacağıq. Və biz bunları hesablayanda eləyəcək 160 kilobayt bunun həcm eləyir və sonra yerdə bizim qalır 10 səhifəmiz qalır və deyir bu səhifənin hər birində 32 yəni 205 vurulsun 206 yəni 64 simvol var 64 simvol var və mətn deyir 256 simvol əlifba ilə yazılıb. Əlifba da bilirik ki 256 simvolluq əlifba harfli düsturuna görə n bərabərdir 2 üstü i. N'imiz 256-dır. 2 üstü 8 və bizə burada 8 lazımdır. Vurulsun 8. Biz də bunları hesablayanda eləyəcək cəm 20. Bunları da toplayanda eləyəcək 180 kilobayt. 36-cı sualda görə bizə nə deyir? 36-cı sualda görə bizə nə deyir? 36-cı sualda deyir ki, qovluqda 3 tip müxtəlif fail var, bəli. Və qovluğun ümumi həcmi 59 MB. Bundan işimiz yoxdur. 59 MB ümumi həcm var. Bu faillərin ikisi birlikdə 2000, yəni üzr istəyirəm, 20480 kilobayt video. 3 dənəsi, buradan yazaq da, yerimiz genişdir. 20480 deməli bizim kilobaytlıq videomuz var. Deyir 3 ədəd birlikdə x kilobaytlıq qrafik failimiz var. X kilobayt bilmirik. Sonra deyir ki 4 isə birlikdə 12288 nədir? Kilobaytlıq həcmimiz var. Biz də burada bunu bizdə də cavabı megabayt ilə soruşur. Biz 20480 megabayta çevirəndə eləyir 20 megabayt. Bizim burada həcmimiz. Biz bunu bilmirik hələ. Amma bilirik ki, bu da 20 megabayt. Bu da 12 megabayt eləyir. Və bunları toplayanda eləyir 32 megabayt. 50-dən də 32 çıxanda, 59-dan da 32 çıxanda eləyir 27 megabayt. Burada nə deyirdi? Deyir 3-ü birlikdə x kilobayt. Əgər 3-ü birlikdə deyirsə 3-ə bölürük və bunların hər biri nə qədərdir? 9 megabayt.
və bizim burada cavabımız olacaq 9. 37-ci sualda 4 üstü 2x 2 plus x kilobayt bərabər 64 megabayt. Burada bərabərin sol tərəfi kilobayt olduğuna görə sağ tərəfi də biz kilobayta çevirəcək. Yəni 4 2 plus x bərabərdir. 64 də kilobayta çevirəndə 2 vurulsun. Kilobayta çevirməyək. Elə bunun hər tərəfini 4-ə gətirək. 64 4 üstü 3 kimi yaza bilərik. Bəli. Və bunu kilobayta çevirməyək. 4 üstü 5 kimi yazıb 1024 ala bilərik. Bəli. Və burada bunlar eyni olduğuna görə üstləri götürəcək. 2 üstü x bərabərdir. 2 üstü x bərabər neçəyə? 8-ə. Bu da x bərabərdir. Nə? 6. Bizim cavabımız 37-də 6-dır. 38-ci sualda. Deməli, 8 plus 8 üstü 3 plus x kilobayt bərabərdir 32 və 221 tənliyini həll edin. Biz ilk öncə bunu qeyd edək. Yenə bunu 2-nin qüvvətinə gətirək. 3 plus x. Yəni, biz 8-i 2-nin kubu kimi yaza bilərik və bu qaydada yazdıq. Bərabərimizin sol tərəfi kilobaytın olduğuna görə sağ tərəfdə biz kilobayt ilə eyni vəziyyət yaradaq. Bu edir 205, bu da 220, 225 bit. Bitdən də kilobayta çevirmək üçün 213-ə bölürük və biz burada alırıq 212. Və ya buradan boş yerdən yazaq. Biz burada yazırıq ki 2 üstü 9 plus 3x bərabərdir 2 üstü 12. Bunlar eyni olduğuna görə 9 plus 3x bərabərdir 12. 3x bərabərdir 3-ə, x də bərabərdir 1. Bizim cavabımız 1-dir. Keçək 39-cu suala. 39-cu sualda bir ASCII-də kodlaşdırılmış sözlər və onların informasiya həcmləri arasında uyğunluğu müəyyən edin. Biz burada baxırıq ki, kompüter sözü deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 1-ə C uyğun gəlir. Daha sonra printerə baxırıq ki, B variantı uyğun gəlir. Yəni 1, 2, 3, 4, 5, 6, 7. 7 bayt 8-ə vuranda 56 bit. Üçüncü isə biz baxırıq bu D variantı. Yəni burada 11 dənə simvol var. Vuranda eləyir 88 bit. 40-cı suala baxdıqda deməli information deməli sözün kodlaşdırıldığı əlifba ilə yazaq. Yəni bu sözü bir dəfə Unicode-la yazacağıq. Bir dəfə 64 simvollu, yəni 64 simvollu 2 üstü 6, 6 bitə vuracaq. Nə eləyəcək onu yaz. 26 simvolda nədir? 26-nı biz yəni elə yazmalıyıq ki, nəyinsə qüvvəti olsun. 26 bilirik ki, 16 ilə 32 arasında yerləşir. 26 16-dan böyük, 32-dən kiçik olduğuna görə biz bunu 32-yə yaxın götürəcək. Yəni 2 üstü 5, 5 bit götürəcək. Yazaq. Biz burada baxırıq ki, 40-cı sualda birinci Unicode-la yazaq. B variantı. Yəni 11 baytdır və bunu Unicode-da da 1 simvol 2 bayt olduğuna görə deməli birinciyə B uyğun gəlir. 64 simvolluya baxanda görürük ki, yəni 6 bit bu deyilir 66. 2-yə E variantı uyğun gəlir. 3-ə də yəni 5 3-ə də uyğun gəlir burada A variantı. Yəni 11 deməli simvoldur və bu 5 bit olduğuna görə 11 5-ə vurur 55 alırıq. 3-cü suala da uyğun gəlir A variantı. 1-ə B, 2-yə E, 3-ə